Salam, əgər yolunuz mənim kanalımdan, yəni Musiqi Nəzəriyyəsi kanalından keçirsə, onda kanalıma xoş gəlmisiniz. Əgər siz də mənimlə birlikdə Musiqi Nəzəriyyəsi fənləri öyrənmək istəyirsinizsə, onda düzgün ünvandasınız. İlk gəlin keçək dərsə. Dərsimiz alterasiya işarələri olacaqdır. Öncəliklə biz müəyyənləşdirək ki, alterasiya işarələrini öyrənməzdən öncə alterasiya işarələri nədir və nəyə deyilir? Açar işarəsindən sonra notun qarşısında yazılan işarələrə alterasiya işarələri deyilir. Musiqidə 5 alterasiya işarələri vardır. Diyez, bemol, bekar, dubl diyez və dubl bemol. Bunların hər birinin də öz mənaları vardır və müxtəlif əhəmiyyət daşıyırlar. Yəni hər bir əsərin qarşısında qoyanda müxtəlif dəyişikliklər baş verir. Öncəliklə bunun əsası ton və yarım tonlar dərsinə əsaslanır. Ton və yarım tonları da indi izah edəcəm nə olduqlarını. Çox asan mövzulardır. Onlara ayrı dərs həsr eləməyə mən düzgün görmədim. Yəni elə bu dərsin içində deyəcəm onları da. Öncəliklə bu öyrənək biz alterasiya işarələri hansılardır. Deməli, açar işarəsinin qarşısında qoyulurdu və notun qabağında yazılırdı. Onu yazılı şəkildə mən sizə göstərəcəm sonra. Öncə adlarını öyrənək. Diyez, diyez. Səsi yarım ton zilləşdirir. Yarım ton və bir ton zilləşdirir səsi alterasiya işarələri. Diyez yarım ton zilləşdirir. Bemol isə yarım ton bəmləşdirir. Diyez yarım ton zilləşdirdi, bemol bəmləşdirdi yarım ton. Var burada bekar işarəsi. Bekar işarəsində ən çox qammalarda istifadə edilir, çox istifadə edilir. Diyez və bemol olur birinci bənddə. Məsələn, burada musiqi yazısını görürsünüz. Bu birinci xanə sətridir. Yəni not sətrinin ilkidir bu. İkincisi yazılanda, yəni onun altında yeni yazılır axı. O yazılanda artıq orada bekar işarəsi qoyulur və diyez və bemol olmur. Göstərir ki, birinci diyez və bemol var idi. Sonra olmadı. Onun yerinə bekar qoyuldu. Yəni ki, diyez və bemol ləğv olunduğunu göstərən işarədir. Gəldik dubl diyezə. Dubl diyez səsi bir ton zilləşdirir. Aha, bir ton zilləşdirdi. Və dubl bemol isə səsi bir ton bəmləşdirir. Deməli, zilləşmə və bəmləşmə vardı. Eynən fortepianoda kimi. Yəni, biz demişdik ki, fortepianoda qara pillələrin müstəqil bir adı olduğunu deməmişdik. Lakin ağ pillələrin do re mi fa sol la olduğunu öyrənmişdik. Bunlar məhz qara pillələrdir. Fortepianoda bəm qara pillələr, zil qara pillələr vardır. Yəni ayrılması yoxdur bəm və zil olaraq. Orada biz infa etdikdə bunu görəcəyik və indi mən sizə göstərəcəm ki, hansı dubl diyezdir, hansı diyezdir. Do qamması üzərində, yəni do üzərində göstərəcəm. Biz sizinlə oktavalarda keçəndə belə bir qayda keçmişdik ki, həmişə bu tutaqı götürək istənilən bir not. Mi notu. Mi'dən sonraki nota baxaq. Fa notu. Fa notundan əvvəli qaydırıq mi notu. Mi notu. Öncə biz mi notuna bastıq. Sonra fa'ya bastıq. Fa mi'dən sonra gəlir. Mi'nin zilləşmiş formasıdır. Yəni mi deyil ha. Mi'dən sonra gələn zil not fa'dır. Yəni bu dayanıb ortada. Zildi ondan sonra gələn. Mi'dən öncə gələn re not bəmdir. Baxaq ən axırıncı oktavada elə çox rahat başa düşəcəksiniz. Baxın, axırıncı 5-cidə baxmayaq. İndi 4-cüdə baxaq. 5-cinin bir dənə notu var. Nəyə baxacağıq orada? Götürək buradan mi notunu. Görürsünüz? Nə qədər zil səslənir. Mi'dən sonra fa notuna baxaq. Daha da zil səslənir. Amma mi'dən öncəki re notuna baxdıqda, baxmayaraq ki, re ayrı-ayrılıqda zil notdur, mi'dən sonra gəldikdə bəmləşmiş olur. Niyə? Çünki mi ortada dayanıb, mi ayrılıqda zil notdur, hə? Mi'dən sonra gələnlər fa, sol, ya, si və 5-ci oktavan do notu daha zil notlardır. Nəinki mi'dən öncə gələn re notu. Mi'dən öncə gələn re notu mi'yə nisbətən bəm notu. Re də, do da, digərləri də. Subkontur oktavada isə kontra baxılır. Subkontur natım oktavada. Baxaq buradan olsun re notu olsun. Görürsünüz nə qədər bəm notdur. Re'dən öncə gələnə baxaq do notu. Daha da bəmdir. Re'dən sonra gələnə baxaq mi notu. Re'yə nisbətən zil notdur.
ayrılıqda zil not deyil, ayrılıqda bu bəm notdur. Bunlar ümumiyyətlə bəm notlardır. Amma bu R'dən öncə gələnlər zil olacaq. Sonra gələn digərləri bəm notlar olaraq götürüləcəkdir. Biz ümumiyyətlə demişdik ki, notlar fortepiano ümumiyyətlə bəmdən başlayır zilə doğru, sonradan zillərə doğru hərəkət edir. Bəli, bu belədir, doğrudur bu. Qaydamızdır bu bizim. Amma burada əmmalar yaranacaq və başa düşməyə bilərsiniz. Nədir burada başa düşülməyəcək şeylər? Baxırıq, birinci oktavaya baxaq, hansı nota baxaq, olsun fa notu. Fa'dan öncə gəlir mi notu, sonra gəlir sol notu. Fa'dan öncə gələn mi notu, Fa'dan bəm olar, zil olar. Əlbəttə ki, bəm olar. Çünki biz demişdik ki, subkontur, kontur, böyük, kiçik, onlar bəmlərdir hamısı. Kiçik bəm deyil olmağına. Amma ki, bura görə birinci oktava, baxın, subkontur. Bu mi notuna görə subkontur, kontur, böyük, kiçik və birinci oktavanın do, re notları bəm notlardır. Bu yenə də bu mi notuna görə birinci oktavanın fa, sol, ya, si, ikinci, üçüncü, dördüncü və beşinci oktavalarda zil not olmuş olacaq. Əvvəl gəlirsə fərqi yoxdur. Subkontur oktavanın lap si not olsun. Si-dən öncə gələn ya bəmdir. Ondan sonra gələn bütün notlar ta ki 5-ci oktavaya qədər hamısı zil notları olaraq götürüləcəkdir. Gəlin bura biz 4-cü oktavada baxaq. Ən sonuncu tam oktavaya baxaq. Orada daha da aydın olacaqdır. Fa notuna baxaq. Fa'dan sonra gələn sol, ya, si və 5-ci oktavanın do notu fa'ya nisbətən zil notlardır. Ayrı-ayrılıqda da zil notlardır. Fa'dan öncə gələn hər iki sadəcə 4-cü oktavada baxaq. Fa'dan öncə gələn mi, re, do notları isə bəm notlar olacaqdır. Niyə bəm notlar olacaqdır deyəcəksiniz. Axı biz demişdik ki, fortepiano bölünür də hissələrə bölünür. 3 hissəyə bölünür. Orta hissə var və digər hissələr var. Bunları keçmişik də. Fortepiano tarix dərsini keçəndə bunu keçmişik. Amma bu fa notundan öncə bu notlar ayrı-ayrılıqda zil notlardır da. Çünki 4-cü oktavada, 5-ci oktavada əlbəttə ki, zil not olacaq. Amma görürsünüz də, zil not bəm ola bilir belə. Niyə nisbətən? Burada qoyduğunuz nota, yəni fa notuna nisbətən bunlar bəm notlardır. Bunlar zil notlardır. Sadəcə fa'ya nisbətən. Fa'nı biz saymasaq, fa da zil ümumiyyətlə 4-cü, 3-cü oktavalar zil oktavalardır. Belə deyə bilərik. İstəyək ki, elə subkonturda olsun. Buradan da fa'ya baxırıq. Fa'dan əvvəlkilə bəmdilər. Qalan hamısı ta 5-ci oktavaya qədər hamısı zil notları olaraq götürüləcəkdir. Əgər dərsi, videonu bəyəndinizsə, kanala abunə olmağı və videoya like atmağı unutmayın. Sağ olun.